Herkese salam əziz şagirdlər. Bugün sizinlə birlikdə bu videoda üçbucaq mövzusundan bəzi önəmli və qısa olan qeydləri danışmağa çalışacağım. Gəlin vaxt itirmədən başlayaq. Üçbucaq. Üçbucaq bilirik ki, 3 dənə bucaq olan bir fiqura deyilir və ilk olaraq başlayaq daxili bucaqda. Yəni daxili bucağı neçə dərəcə olur? Daxili bucağı olur bildiyimiz kimi 180 dərəcə və deməli bu daxili. Bir də xarici bucağımız var ki, o da 360 dərəcə olur. Bu da xarici bucağımız. İndi bizim birinci olaraq hansı bir xassəmiz var ki, biz bunu əzbər bilməliyik ki, suallarda qarşımıza çıxanda yaza bilək. Belə bir xassəmiz var ki, böyük, deməli bucaq qarşısında, böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında isə kiçik bucaq durur. İndi bunu tərsinə desək, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik bucaq durur. İndi bir dənə üç bucaq çəkək və göstərək bunu. Deməli, bu olsun A, B, C üç bucağımız. A bucağını bizə versin 70, B bucağı 60, C bucağı da olsun 72. Bərabər elədim bunu. Yanları bərabərdir. Hardan bildim? Çünki oturacağı bitişik bucaqlar bərabərdir. İndi gəlin bunu tətbiq edelim. Gəlin lap bizə asan olsun deyə bunu başqa rəqəm götürək. Məsələn, gəlin 50, 60, 50, 60, deməli 70 götürək. 50 bura, 60 bura, 70 də bura. Və elə bir, yəni bucaqlar götürməliyik ki, cəmi 180 olsun. Gördüyünüz kimi cəmləri 180-dir. İndi gəlin başlayaq. Dedik ki, kiçik bucaq qarşısında kiçik tərəf durur. Kiçik bucağım 50-dir. Deməli mənim kiçik tərəfim olacaq A məsələn. Bura B, bura C. A'mız kiçikdir. 60 bucağının qarşısında nə durursa o kiçik bucaq. Deməli C. C də kiçikdir. Nədən? 70-dən. 70-in qabağında da B durur. Deməli bərabərsizliyimiz də belə olacaq. Deməli bu belə. İndi önəmli bir qaydaya gəlirik ki, hansı qaydaya? Üç bucaq bərabərsizliyinə ikinci olaraq. Bu nədir? Məsələn, üç bucağın iki tərəfi olur. 3, 7, burada x. Həmin bu x, bu 3 və 7-nin cəmindən kiçik, fərqindən isə böyük olur. Məsələn, 7-dən 3 çıxırıq 4. 4. Bir dəqiqə demə, ortada x yazaq 2 qat bərabərsizliyinə və deyirəm ki, fərqindən nədir? Böyükdür. Ona görə də x böyükdür 7 çıxır, yəni 4-dən. X isə kiçikdir 3 və 7-nin cəmindən, yəni 10-dan. Bu da olacaq bizim bərabərsizliyimiz və biz bu bərabərsizliyi həll etmək istəsək, bunun həllər çoxluğu olacaq. X bərabərdir 5, 6, 7, 8 və 9. 4-dən böyük, 10-dan kiçik. Niyə 10 və 4-ü götürmədim? Çünki bərabərdir işarəsi yoxdur. Bunu da bərabərsizlik mövzusunda keçəndə, yəni izah edəndə, video çəkəndə hər birini izah edəcəm. İndi gəldik üçüncü növ üçüncü növ qaydamıza və üç bucaq növünə, yəni düz bucaqlı üç bucağı, deməli üçüncü üç bucaq, düz bucaqlı üç bucaq. Düz bucaqlı üç bucağımız bu formada çəkilir və bu bucaq 90 dərəcə olur. Ona görə düz bucaq deyirik buna. Düz bucaq da 90 dərəcədir. Katetlərimiz olur. A və B katet, C isə betonuz olur. Və düz bucaqlı üç bucaqda ən önəmli olan teorem elə Pifaqor teoremidir. Bu da katetlərin kvadratın cəminin hipotenuzun kvadratına bərabər olmazdır. A kvadrat plus B kvadratı bərabərdir C-nin kvadratına. Bu da Pifaqor teoremidir. Deməli, bir də burada önəmli bir şey qeyd edək ki, məsələn, bura A, bura B, burada C olarsa, B və A bucaqlarının cəmi 90 dərəcə olar. Niyə? Məsələn, bura 90-dır. 180, cəminin 180 eləmək üçün mənə neçə lazımdır? 90 lazımdır. Geriyə qalan B və A bucaqlarının cəmi də 90-dır və 90 olduğuna görə bura heç vaxt 40 və 50 olmur, yəni 30 və 60 olur. Hansının yerinin 30, hansının 60 olduğunu tərəflərə görə tapacaq. Məsələn, bura bizə kök 3 versə, buranı 1 versə, bilirik ki, 60-ın qabağındakı katet digərinin kökdə 3 mislidir. Orada kökdə 3 varsa, bilirik ki, bura 60 dərəcədir. Bu da belə. Deməli, indi ikinci qayda, növbəti qaydamız hansıdır? Bucaqların qaydası. Deməli, düz bucaqlı üç bucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Məsələn, bir dənə üç bucaq çəkirəm. Bura olsun 30 dərəcə. Bir dəqiqə. Bura 30. 30 oxşamaz biraz. 30. Və buranı bizə x verib. Deyir ki, buranı tap. Yəni, məsələn, bura nə yazaq? Z.
Z-i tap. Və bu deyir ki, düz bucaqlı üçbucaqdır. Və mən bir xassiyyət bilirəm ki, 30 dərəcə qarşısındakı katet x, yəni məsələn buranı x-imiz olsun 4. Yəni onun yarısı deyirəm də 2-yə böləndə bizə asanlıq olsun. Deyirik 30-un qarşısındakı katet. Bilirik ki, katetlərimiz buradır və 30-un qarşısındakı da 4-dür. Deyirəm ki, 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni buranı 4 veribsə, hipotenuzun yarısıdırsa 8 olacaq. Çünki 8-i 2-yə böləndə 4 eləyir. Yəni başa sala bildimsə, məsələn bura 30-dursa, bura 30-dur. İndi bunu dəyişənlə yazıram. Bura x-dirsə, bura x bölü 2 olacaq. Çünki deyirəm x-in yarısıdır. Və mən bunu əksinə desəm ki, məsələn buranı x versə, desə ki, kateti tap, bunda 8-i 2-yə böləcək, yazacaq 4. Çünki katet hipotenuzun yarısıdır. Yəni bunu mütləq yadınızda saxlayın ki, yəni çox önəmlidir də. İndi ikinci bucağımız 60 bucaqdır. Daha sonra isə 45 bucaq deyəcəm. 3 dənə bucaqdır. Daha sonra isə 3 bucağımız 60 dərəcədə olan 3 bucaqdır və bura mən 60 dərəcə yazsam, deməli 60 dərəcənin qarşısındakı katet digər katetin olacaq kökdə 3 misli. Yəni məsələn necə? 60-ın qarşısındakı qabağındakı x olarsa, digərli x vurulsun kökdə 3 olar. Çünki deyirik ki, qarşısındakı katet digərinin kökdə 3-üdür. Yəni x isə x-i vururam kökdə 3-ə, yəni x kökdə 3. 60 deyəndə kökdə 3 yadınıza düşsün. Yəni belə yadda saxlaya bilərsiniz. İndi baxırıq 90, 45 və 45 bucağına. Məsələn, mən bura A yazıram. Bu arada 45 bucağı görsəniz, o bərabər yanlıdır. Bərabər yanlı. Belə. İndi mənə verib, deməli, iki tərəfini A verib. Dediyim kimi bərabər yanlı deyə iki tərəfi A olur. A, A. İndi bizdən hipotenuzu soruşur. Hipotenuz həmişə kökdə 2A-dır. Yəni A-nın kökdə 2 misli bu qədər. Yəni əgər 45 dərəcə olarsa, qarşısındakı hipotenuz katetin kökdə 2 mislidir. Hipotenuz katetin kökdə 2 misli. Kökdə 2 misli. Bu qədər. Gəlin indi isə danışaq median, tənbölən və hündürlükdən. Median nədir? Median deməli təpə bucağından çəkilir və tərəfi yarıya bölür, yəni tərəflər bərabər olur. Tənbölən isə təpədən çıxdıqda bucaqları yarıya bölür, yəni bərabər olur. Hündürlük isə adından da göründüyü kimi hündürlükdür, yəni 90 dərəcə əmələ gətirir. Və hündürlük həm tənböləndir, həm də mediandır. Yəni hər hansı bir üç bucaqda hündürlük varsa, o həm tənbölən, həm də median sayılır. Gəlin indi üçbucağın ən vacib xassələrindən biri haqqında danışaq ki, bu xarici bucaq xassəsidir. Deməli, xarici bucaq. Xarici bucağa aid xassəmiz hansıdır ki, üçbucağın bir xarici bucağı özünə qonşu olmayan daxili bucağın cəminə bərabərdir. Bu nə deməkdir? Deməli, mən bir üçbucaq çəkirəm. Buradan belə bir üçbucaq çəkək. Deməli, üçbucağı çəkdim, bucaqları yazdım. İndi gəlin həmin dediyimiz xassəni tətbiq edək. Dedik ki, üçbucağın bir xarici bucağı, məsələn, Z bucağı, Z xarici bucaqdır. Özünə qonşu olmayan alfadır, betadır. Qamma özünə qonşudur, çünki ona bitişikdir. Özünə qonşu olmayan iki daxili bucağın cəmidir, yəni Z bərabərdir alfa plus beta. Həmçinin burada yazırıq y bərabərdir. Beta özünə qonşudur deyə onu çıxıram, qamma plus alfa. Və sonuncu olaraq x bucağını da götürürəm ki, o da xarici bucaqdır. X bərabərdir. Özünə qonşu olan alfada, ona görə də yazıram beta plus gamma. Yəni özünə hansı qonşudursa onu çıxırsınız, digərlərinin cəmini yazırsınız. Bu da önəmli bir xassiyyət. İndi gəlin belə bir isbat sualının izahına baxaq. Əslində mən bu sualı kanalımda paylaşmışdım, shorts videosu olaraq. Keçid edib ona da baxa bilərsiniz. Amma bu deməli isbat sualımız həmin bu xarici bucaq xassiyəsinə uyğun olduğuna görə istədim təkrar olaraq bu sualı yenidən paylaşım. 9-cu sinif imtahanına isbat sualları düşməsə də qaydanı daha yaxşı yadda saxlamağa kömək etdiyinə görə bəzən belə bir suallar asanlarından paylaşmağa çalışacağım. Gəlin indi belə bir tipli suala baxaq. Deyir ki, bizə isbat edin ki, alfa bucağı A, B və C-nin cəminə bərabərdir. Gəlin isbat edək. Mən ilk olaraq buradan bir dənə xətti çəkib bu deməli xətti birləşdirirəm. İndi bunu birləşdirəndən sonra burada bir bucaq alınır. X bucağı bu xarici bucaqdır. İndi mən həmin xassəni tətbiq edirəm ki, xarici bucağın qonşu olan tərəfi buradır. Bura toxunmuram. Digər iki bucaq isə buna qonşu deyil. Deməli x bərabərdir B plus C-yə. Çünki x xarici bucaqdır, digərləri isə ona qonşu olmayan daxili bucaqlardır. Biz də demişdik ki, üç bucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İndi bunu yazdıq. Sonra da aparıb indi x-in yerinə B plus C yazıram. X-in yerinə B plus C yazdım. Baxın burada.
İndi yenə bir dənə xarici bucağımız var. Yenə xarici bucağa qonşu olan bu tərəf ona toxunmuram. Yenə yazıram alfa bərabərdir A plus B plus C. Yenə həminki ifadəmiz alındı və biz isbat etmiş olduq ki, alfa A plus B plus C-nin cəminə bərabərdir. Bu da oldu bizim isbat sualımız. İndi gəlin özəl üç bucaqlarımızdan olan 120-30-30 bucaqlı üç bucağımızın qaydasına baxaq. Oturacaqları bərabər olduğuna görə bilirəm ki, AA, deməli bunun tərəfləri bərabərdir. Əgər belə bir üç bucaq görsəniz ki, təpəsi 120-dir, oturacaqları 30-dur ya da sadəcə təpəsini 120 veribsə, avtomatik nə olur? Oturacaqlar 30 olur. İndi belə bir üç bucaq görsəniz, bizdə desə ki, bu üç bucağın perimetri tapın, biz bunu necə tapacağıq? İndi buranı 3 verib. Buranı da 3 verib, çünki bərabər yanıdır. Siz yəni perimetrini tapmaq üçün üçüncü tərəfi tapmalıyıq. Üçüncü tərəfi də yazırıq. Əgər bu üç bucaqda bu tərəfi A, bu tərəfi A, oturacağı istəyirsə, həmişə yazırsınız A kök 3. Yəni tərəfin kök 3 misli. Bu qədər. İndi bunu tətbiq edək. 3-ün kök 3 misli ilə 3 kök 3'dür. Bunun da perimetrini tapsam 2A plus B ilə hesablanır. Yəni bunu toplaya bilməyəcək ifadə ilə alınacaq. 3'ü 2'yə vururam 6 plus 3 kök 3. Bu da bir ifadə kimi alınır və belə qalır. Bunun da perimetri budur. Belə. Bu da deməli bizim ən önəmli qaydalarımızdan biri idi. Bunu da yadda saxlayırıq. İndi gəldik bəzi düsturlara ki, üç bucaq mövzusunda əzbərləməli olduğumuz düsturlara. İlk düsturumuz H bərabər AB böl C-dir. Bu da nədir? Düz bucaqlı üç bucaqda hündürlüyü tapmaq üçün A, deməli bura A, bura B, bura C olarsa qatetlərin hasilini bölürük hipotenuza. Bu ilk düsturumuz. İkinci düsturumuz isə buna oxşar bir düsturdur ki, bu da H düsturudur. H kvadrat bərabərdir MN. Bu da Evklid teoremidir. Adını da yazaq. Evklid teoremi. İmtahanlarda ən çox istifadə olunan, deməli, qaydalardan, düsturlardan biridir. Bunu da əzbər öyrənirik. Daha sonra median, tənbölən və hündürlüyə aid düsturlarımız var ki, median və tənbölən arasındakı bucağı tapdıqda iti bucaqlar, yəni alfa çıx beta bölünsün 2. Daha sonra median və hündürlük arasındakı bucağı tapmaq üçün modul içərisində alfa çıxılsın beta, hündürlük və tənbölən arasındakı bucağı tapmaq üçün də yenə alfa çıx beta bölünsün 2 düsturundan istifadə olunur. Bunları da mütləq öyrənirik. Deməli, bugünkü izahımız da bu qədər idi. İzahımı bəyəndinizsə videonu bəyənməyi və şərhlərdə fikrinizi yazmayı unutmayın. İzahların isə davamı gələcək. Buna görə də abunə olub izləmədə qalın və bildirişləri də açın. Sağ olun.